Ürək sözləri sözlə ifadə etmək çətindir, amma çalışıb deyirəm ki, xalqımıza, azarkeşlərə təşəkkür etmək istəyirəm. Bu böyük zəfəri onlarsız baş verə bilməzdi. Turnir boyu bizi dəstək elədilər. Turnir boyu futbolçularımıza ruh verdilər. Ona görə bugün də finalda möhtəşəm oyun nümayiş etdirdilər azarkeşlərimiz qarşısında. Əlbəttə ki, bu dəstək prezidentimizin bizə dəstəyi baş vermədən ola bilməzdi. Ona görə biz ona təşəkkür edirik. İnfrastrukturla, maliyyə ilə, əhval-ruhiyyə ilə bizə hər şeylə dəstək göstərdilər və dövlətimiz də bizə dəstək göstərdi. Ona görə həm bu turnirin burada keçirilməsi, həm bu turnirin Milli Gimnastika Arenasında keçirilməsi əsas məqsədimiz indi uşaq mini futbolunu və gənc mini futbolçuları bu idman növünə cəlb eləməkdir və infrastrukturla daha yüksək peşəkar səviyyəyə çıxmalıdır. Dünya çempionatında daha çox hansı oyunda həyəcanlandınız? 8-1 finalda Rumıniya oyunu ən çətin oldu. Dünya çempionlarına qarşı oynayırdıq və bildiyiniz ki, penalti seriyasında qalib gəldi. Ona görə ən həyəcan keçirdiyim oyun oydu. Azarkeşlər olaraq yəni bu günlərdə dünya rekordu qeydə alındı. 7500. Bəli, ona görə mən onlara təşəkkür etmək istəyirəm. İlk gündən bizə inandılar, ən əsası və dəstək göstərdilər. Çünki bu çox vacibdir futbolçular üçün bu dəstəyi hiss eləmək və onların doğma divarın arasında bunu hiss elədilər. Bu mükafatın məbləğini necə açıqlaya bilərsiniz? Yox, o açıqlama olmaz.